Prezident İlham Əliyev Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı Torabayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Bakıda Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin nəticəsi kimi qiymətləndirib. Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan prezident bu məsələdə yüksək səviyyəli qarşılıqlı səfərlərin roluna toxunub. Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və Qırğız xalqına bir daha təşəkkür edib. Azərbaycan prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yaxın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətlərimizin təzahürü olduğunu deyib. İnvestisiya layihələrinə toxunan prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssik Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğulayıb. Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən prezident, hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlandığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsait ayırıb və layihələrin sayının artacağı təqdirdə Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq. Ölkəmizin Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşünün tam hüquqlu iştirakçısı olduğunu qeyd edən prezident İlham Əliyev vurğulayıb ki, bu Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq. Hər iki istiqamətdə fasiləsiz və sabit yük daşımanın təmin edilməsində, xalqlarımız arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsində öz rolunu oynayacaq. Qonaq qeyd edib ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb. Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğulayıb. Bakı Torabayev Qırğızıstanda Azərbaycan prezidentinin səfərini səbirsizliklə gözlədiklərini deyib. Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.